Mən ilk növbədə Tofiq Bayramla tanışlığımdan danışmaq istəyirəm. Filologiya fakültəsində oxuyurdum universitetdə və demək olar ki, o fakültənin bütün tələbələri, bəlkə də bir 70-80% hamısı şeir yazırdı. Aha, Təbii ki, o tələbələrin demək olar ki, bir 90% şair olmadı. Mən də yazırdım. Yəni, bu axına qoşulmuşdum. Və günlərin bir günü məndə o şeirlərimi çap elətdirmək arzusu yarandı. Nə gözəl. Bir tələbə yoldaşımla, deməli, getdi Ulduz jurnalı redaksiyasına. Bəli. O zaman Ulduz jurnalında, o redaksiyada şeirə Tofiq müəllim baxırdı. Girdi içəri, Kamal Ədəblə Tofiq müəllimin huzurunda dayandıq. Əvvəlcə o tələbə yoldaşım o şeirlərini verdi Tofiq müəllimə. Bəli. O həmin şeirləri bəyənmədi. Və nə desə yaxşıdır, get dərslərini oxu. Mən heç deməli sustum. Fikirləşdim ki, daha kifayətdir. Deməli, bu mənada Tofiq müəllimin, Tofiq Bayramın mənə bir xeyri dəydi. O vaxta qədər yazırdım cızma qara filan. Amma içimdə mənim ədəbiyyatşünaslığa, tənqidə meylim var idi. Bu mənada mən Tofiq Bayrama deməli minnətdarlıq eləyirəm ürəyimdə. Və Tofiq Bayram, bayaq siz dediyiniz kimi, şairliyi deməli bu dünyanın ən gözəl bir neməti hesab edirdi. Deyirdi ki, yəni hər yazan şair ola bilməz. Həyat daha şirin olur şairə, ən gözəl şeirini yaradan zaman. Hər ürək bu yola gətirmir tab. Şairlik nə bəylik, nə sultanlıqdır. Şairlik ən böyük əziyyət, əzab. Şairlik ən böyük qəhrəmanlıqdır. Və sonra başqa bir şeirində yazırdı ki, yəni şair olan kəsi o müqəddəs bir varlıq hesab eləyirdi. Necə Səməd Vurğunu, necə bizim böyük dahi şairlərimizi. Yazırdı ki, bugün BMT-nin iclas salonu şeir salonuna dönsün deyirəm. Hər xalqın ən gözəl şeir yazanı gəlsin neçə eldən, neçə ölkədən Süleyman Rüstəmi, Rəsul Rızanı Bakıdan oraya göndərərəm mən. Xalqı ucaltmayıb nə top, nə tüfəng. Xalqı yaşadan da şeir